Hardayıq? Tut bağı ailəvi restoranımızın banket zalındayıq. Sizi banket zalımızla tanış edir. Və siz də xoş günlərinizi belə gözəl banket zalında keçirmək istəyirsinizsə, direktə yaza bilərsiniz və yaxud da ki, aşağıda tab etdiyim səhifəyə keçid edib yaza bilərsiniz. Əziz ailələrimiz, bugün ailəvi Tut bağındayıq. Tut bağı ailəvi restoranımızdayıq. Çox qəşəng bir yerdə, həqiqətən də ailənizlə gələ biləcəyiniz avantajlı yerlərdən biridir. Bura gəlirsiniz, istirahət edirsiniz. Yeməklərimizin qiymətləri çox münasib şəkildədir. Çay setlərimizin qiymətləri çox münasib şəkildədir. Burada gəlib qəşəng şəkildə çəkdirə bilərsiniz. Burada gəlirsiniz, şəkildə çəkdirə bilirsiniz. Çox qəşəng düşmüşəm hal-hazırda. Körpələriniz üçün əylənməyə yerlərimiz də var. Sadəcə buranın axşam görüntüsü həqiqətən bir başqa olur. Buranı bir dəfə də gəlib gecə çəkəcəyik. Çox qəşəngdir həqiqətən. Burada mən belə yeri masalda görmüşdüm. Cəlləbatda da var imiş də. Burada daşların üstündə balaca gölməçələr falan filan. Çox qəşəng bir şeydir də yəni. Bura rahat şəkildə gəlib istirahət edə bilərsiniz. Bəzi zamanlar isə canlı musiqimiz də olur. Çox qəşəng bir yeri, çox sərindir əsasda. Hər bir kəsi gözləyirik. Cəlləbatdasınız, elə bilirsiniz ki, Masallıda, Lənkərandasınız. Çox qəşəng yerdir. Həqiqətən də balaca gölməçələri var. Elə bilirsiniz ki, şeydir. Görün buradakı tökələr. Elə bilirsiniz ki, gölə gəlmişsiniz balıq tutmağa. Bu qurbağa da var idi. Mən buradan o tərəfə keçə bilməliyəm, gətirədim, alınmadı. Nəysə. Fındık ağacları var burada. Ya fındık da ölsə ağacı. Ay Allah, burası çok qəşəngdir, yəni sərin havası. Hə bir də domişlərimiz də var burada. Sıyıqda yerlərimiz də var burada. Bir də ki, bisetkalarımız var. Çok qəşəngdir bisetkalarımız. Girişi isə Seyrancahan alt tərəfindəndir, aşağı hissəsindəndir. Amma çox qəşəng yerdir həqiqətən bura, mənim çox xoşuma gəlir. Bura bir dənə şeydə görəm bir dənə var. Amma həqiqətən də bura gəlib, gəzib, şəkil çəkdirilməli yerlər yəni çox güzeldir. Yüzü bu tərəfə daha bilmirəm, o tərəfə gedim. Amma qəşəng yerdir. Bura nədir? Ay Allah, çox qəşəng. Burası çok qəşəngdir, həqiqətən burada gəlirsiniz qəşəng, şəkil çəkdirirsiniz. Çox sərin bir yerdir. Meyvə ağacları da var burada, alçadır. Həm ziyarət, həm ticarət. Balaca çay var imiş burada, deməli. O çay quruyub. Cəlləbatın hal-hazırda tarixi yerlərini sizə təqdim edirəm. Çox qəşəngdir. Elə bir həyətdə sizə görmədim. Burada da o şablama. Hətta bu içəri. Biz balaca olanda balaca beləcək dovşanlar saxlayırdı. Görsə mən onun yanına geçsəm, mən onu tuta bilərəm. Burada xırda alça ağaclar var. Çox qəşəng dadlar var. Amma çox qəşəng yerdir həqiqətən də. Gəlməyinizi tövsiyə görürəm. Tut bağı ailəvi restoranımızın həqiqətən ailə ilə gələ biləcəyiniz çox qəşəng yerlərdən biridir. Bisetkalı yerlərimiz falan da var. Bir də ki, buranı zəhmət olması seç. Burada da bəylərimiz gəlib rahat şəkildə istirahət edə bilirlər. Əyləşə bilirsiniz. Bir də ki, burada gələn setlərimizin də qiymətləri hal-hazırda daha münasib şəkildədir. Bir başqa videolarda bunların hamısından xəbərdar olacaqsınız. Bu videomuzun da iç hissəsində zaten gələn setimiz var, onu da göstərəcəyik. Yeməklərin də qiymətləri daha münasibdir. TikTokdan gələn bütün müştərilərimizə də endirimlərimiz təbii ki olunur. Amma həqiqətən də aşpazımızın əlinin dadına söz ola bilməz. Çox qəşəng yeməklər bişirir. Sonra burada bisetkalarımız var. Burada qəşəng lampoçkalarımız var. Burada gecə çox qəşəng işıqları yanır buranın.
Bak qəşəng bir şey olur. Bu göl mənim diqqətimi çox çəkdi də. Göl görməyən bir insan kimi